Hər birinizi salamlayıram. Kiçik bir aradan sonra yenidən qarşınızdayım və bugün gedirik bulvardakı yarmarkaya. Biz demək olar ki, hər il İçəri şəhərdəki yarmarkaya gedirik. Lakin istədik ki, bu dəfə biraz fərqlilik olsun. Həm də düşündük ki, bulvarda gəzmək uşağının bizə daha rahat olar. Çünki ərazi olaraq çox genişdir. Həm də dəniz havasıdır və s. İlk öncə gəldik burada Park bulvarının parkinq hissəsində maşınımızı saxladıq. Daha sonra yollandıq elə ilk gördüyümüz mağaza olan iSpace-ə. Biz burada iPhone-un son modeli olan iPhone 17-yə baxdıq. Və belə bir nəticəyə gəldik ki, əslində ən yaxşısı elə sadə iPhone 17 almaq. Düzdür, iPhone Air modeli həddindən artıq incə və yüngüldür, amma həm video, həm də şəkil keyfiyyəti olaraqdan məncə yaxşı deyil. Pro modeldə nisbətən ağırdır, amma mən şəkil və video keyfiyyətində hər hansı bir dəyişikliyə rast gəlmədim. Mənə görə standart model daha yaxşıdır. Və elə bura gəlmişkən mən də özümə qulaqçıq aldım. Artıq 5 ildən çoxdur ki, eyni qulaqçığı istifadə edirdim və tok hissələrinin bəzi yerlərində artıq yeyilmələr var idi. Eyni şəkildə səs keyfiyyəti də bir xeyli aşağı düşmüşdü. Və mağazadan çıxıb dərhal başladıq gəzməyə. Hardasa 20-25 dəqiqə yol qət etdik. Yol boyu qəşəng mənzərələr, görməli hissələr bizi qarşıladı. Əsasda bu əlov güllələri. Əslində bulvara yoldaşım burada olanda tez-tez gedib gəlirəm, amma səhər saatlarında uzun müddətdir getmirdik və sağ olsun İncinin sayəsində səhər saatlarında da buraları gəzdik. Və budur, biz artıq yarmarkaya yaxınlaşdıq. Çox az qalıb çatmağa. Belə qəşəng iri güldanlarda güllər bizi qarşıladı. Və biraz da yaxınlaşdıq. Demək olar ki, artıq burada çatmışıq. Belə qəşəng dekor var idi və burada çoxlu qəşəng şəkillər çəkdirdik. Və yollandıq yarmarkaya nəhayət. Burada çoxlu stendlər var idi. Əslində bu stendlərin böyük əksəriyyəti digər yarmarkada da var, yəni İçəri şəhərdə. Amma orada sanki daha sıxdır, daha boğanaqdır, necə başa salım. Yəni burada həm səhər saatlarıydı deyə biraz insanlar az idi, həm də ki buranın genel havası belədir. Yəni birazdan görəcəksiniz, çoxlu oturacaqlar və s. də var. Yəni toplu şəkildə də gəlsəniz rahat bir şəkildə oturub yeyib içə bilərsiniz. Mənə görə burada ən fərqli, ən qəşəng yemək stendlərindən biri bu fish stendidir. Adını tam olaraq yaddan çıxartmışam necə idi, amma elə fish olaraq yadımda qalıb. Burada çoxlu fərqli balıq növləri və onların qızardılmış halı sizlərə təqdim olunur. Biz belə dürümdə balıq dedik. Dadı çox yaxşı idi. Yanında da kartofla servis olunurdu. Düşünürəm ki, həmin gün hava çox yaxşı idi, çox da soyuq değildi və külək də demək olar ki, yox idi. Bu səbəbdən rahat bir şəkildə gəzə bildik, dəniz havası ala bildik və qayıtdıq nəhayət yenidən Park bulvara. Biz 3-cü mərtəbəyə qalxdıq, çünki burada istədik ki, çay içək və s. Amma çay içə bilmədik, çünki elə bir kafe yoxdur burada. Sonra yendik 1-ci mərtəbəyə və yenəndə burada belə oyun zalına baxdıq. Çox qəşəng idi, rəngarəng idi. Hətta burada bir personajla biz İncinin şəklini çəkdik. Sonra başladı qızımız oyandı və ağlamağa biraz. Səbəbi təbii ki, ac olması idi. Bu arada suyumuz bir xeyli soyumuşdu. Əslində termosda su gətirmişdim, amma çox soyumuşdu. Yaxınlaşdıq buradakı kafedən su əldə etdik. Ödənişsiz su verdilər bizə. Və sonra elə dedik ki, qoy burada da oturaq.
Oturduq, kofe içdik. Əslində biz yarmarkada da çay, kofe içə bilərdik. Sadəcə yoldaşım dedi ki, mən oturub rahat içmək istəyirəm başqa bir yerdə içək. Ona görə yenidən Park Bulvara qayıtmalı olduq. Və burada da artıq sahil metrosu boyunca gedirik evimizə. Bu videonu isə bir neçə gün sonra çəkmişəm. Yolumuz İçəri şəhərdən düşmüşdü və istədik elə belə baxaq görək burada nələr var, nələr yox. Yenə həmişəki kimi çox adam var idi, amma bir təhər də olsa növbə tapıb burada dönər yedik. Qəşəng dadı var idi, məsləhət görürəm. Və məncə bu yarmarkadakı ən dadlı şeylərdən biri də bu qarğıdalıdır. Daha çox belə videoların gəlməyini istəyirsinizsə, kanalıma abunə olub videonu like etməyi unutmayın. Hər birinizə bir daha xoş izləmələr.